dostlar, hər birinizi Dadaş bir kanalında salamlayıram. Bugünkü bizim dərsimiz qrup polisi və Organization Unity-yə həsr edəcək. Bir balaca haqqında mən məlumat vermək istəyirəm sizə. Organization Unity nədir, hansı rolları var, nələrdən istifadə edilir. Deməli dostlar, keçən dərs biz Active Directory-də server qaldırmışdıq. Serverdə Active Directory qaldırmışdıq və bu günləri bir balaca Organization Unity barəsində danışım sizə ki, nə rol oynayır. Bir şəkilini göstərəm sizə. Deməli, run edib dca.msc Active Directory-yə buradan da rahatçılıqla girə bilərsiniz. Gördüyünüz kimi burada standart olaraq bizdə bizim kataloqlarımız var. Active Directory-də Organization Unity əslində özü bir konteynerləşdirilmiş bir roldur. Əsas komponentləri barəsində danışmaq istəyirəm. Yəni birinci domen şəbəkə obyektlərinin, userların, konturların qruplaşdırdığı məntiqi vahiddir. İkinci məsələ, domen kontrollerdə Active Directory-ni saxlaya və idarə edə bilən Windows Server komponenti istifadəçinin giriş, çıxış, siyasət tətbiqi və sorğularına cavab verir. Və qrup polisdə təbii ki, istifadəçi və kontrol konfiqurasiyalarını mərkəzləşdirilmiş şəkildə idarə etmək üçün bir alətdir. Məsəl üçün təhlükəsizlik siyasətlərdir, proqram quraşdırmadır, screen walkerdir və daxil. Trust-Relationship, etibar münasibətləri fərqli domenlər arasında etibarlıq yaradaraq istifadəçinin bir domendən digərinin resurslarının çıxışına imkan verir, yəni sharingə. Və Active Directory Federation Services, ADFS, fərqli təşkilatlar, təchizatçılar, partnyorlar, single sign-onu təmin edilir. Təşkilatda asıl vahidlik üçün istifadə olunur. Əsas faydaları Organization Unity nədir? Mərkəzləşdirilmiş idarə etmə, bütün şəbəkə resursları, istifadəçi userları və hesablar bir yerdən idarə olunur. Təhlükəsizlik security tərəfdən istifadəçinin autentikasiyasıdır, icazə edilməsi və siyasətlərə təminat. Şəbəkə resurslarının istifadə olması, məsələn, sharing folderdır, printerlərdir, proqramlardır. Scalability tərəfdən kiçik və böyük şəbəkələr üçün uyğundur. Disaster recovery, backup və replication üçün yedələkmə. Məsəl üçün, mən bu qovluğu özüm yaratmışam. Sizə indi izah edəcəm nədir. Standart olaraq Organization Unity-də, yəni Active Directory-nin içində default olaraq görürsünüz, built-in var, computers var, domain kontrollerlərimiz var, userlarımız var. Deməli, ilk növbədə mən sağmışqan vuraraq bura new-ə girəndə görürsünüz, bizdə burada computer var, kontakt var, user var, cürbəcür funksiyalar var. Organization Unity-yə girəndə burada əgər bu işarəni götürsəz, məsəl üçün, mən bu işarəni götürüb adını yazıram test. Görürsünüz, test yanında. Bu bizim bir konteynerdir. Mən bilmədən bunu delete edirəm. Məsəl üçün, görürsünüz, silindi. Və təsəvvür edin ki, onun içində əgər file var. File deyən ki, istifadəçi userlar falan olsa, hamısı silinib gedəcək. Əgər backup-ı olmasa, rezervi. Və onun üçün də onu silinməmək üçün new-ə girəndə Organization Unity test yaradanda bu işarəni mütləq şəkildə qoymaq lazımdır. Özdə yazılır ki, protect container for accidental detection, yəni fövqəladə vəziyyətlər. İndi məsələn test yaratmışam mən. Mən indi götürüm. Həmən testi delete eləmək istəyəndə gördüyünüz ki, mənə artıq icazə vermir. Yazılır ki, bu privilegiya, yəni o levelda deyil. Deməli, mən burada staff yaratmışam. Staff tutalım ki, bizim bir balaca bir şirkətimiz var və onun daxilində insan resursları, IT, marketing, cürbəcür departamentlər var və hər useri, hər istifadəçinin belə yetkilərini, qruplaşmasını, hərəsini öz konteynerində eləmək üçün, məsəl üçün, mən burada HR Unity yaratmışam və IT. IT-nin də içində görürsünüz, HR staff yaratmışam. IT staff, bir də VPN staff. VPN yəni VPN userlar üçün də, IT istifadəçilər üçün və HR staff. Və ondan da əlavə mən bir user yaratmışam. Mən indi bunu silirəm.
Təsəvvür edək ki, bu bizim kompüterimizdir. Mən hal-hazırda bura indi Windows 10 yazıram Pro versiyasını. Çünki Pro versiyasını domenə salmaq üçün ancaq Pro-dan istifadə edirəm. Fərqi yoxdur, Windows 10-dur, 11-dir. Və təsəvvür edək ki, bizim bir yeni IT əməkdaşımız gəlib, təcrübəçi kimi də belə deyək, ona bir user yaratmalıyıq. Kompüterini IT, Office IT hazır eləyir və əlbəttə ki, user lazım ki, artıq bizim resurslarımızdan istifadə eləsin. Onun üçün biz nə edirik? Deməli, new-nu vururuq. Burada gör, bu delegate control error aiddir. Find hansısa bir istifadəçi və yaxud da qrupu axtarmaq üçündür. Yəni axtarış üçündür. Daha sonra isə domeni buradan dəyişmək də olur. Domenin kontrolinin adını da dəyişmək. Operation massive FSMO role-una aid idi. Keçən dərs biz sizə danışmışdıq. Taskbarda da eynidir və ən çox deməli biz deyirik burada new user. Birincisi bura yazırıq user'ın adını. Məsəl üçün belə deyək. Mənsur məsəl üçün Aliyev. Gördüyünüz kimi user bu onun full name, last name'dir. UPN name'i, principal name'i və budur. Yəni kompüter açanda parolu yığandan sonra adı belə görsənəcək. Bu da bizim domenimizdir. Domen kontrollerimizin adıdır. Və user'ı yaradanda Mensur.Aliyev. Ortadan xətt, altdan xətt heç zaman aktiv direktorunu götürməyəcək. Yalnız nöqtə ilə. Next-i vuraraq, burada bizdə 4 dənə seçim gəlir. User must change password at next logon. Bu nə deməkdir? Hər bir özəl və ya şirkətlərdə belə deyək, şifrələnmənin politikası var, siyasəti var. Məsəl üçün, istifadəçinin şifrəsi hər 30 gündən bir tamamlansın və yaxud da 60 gündən bir, 90 gündən bir tamamlansın. Standart olaraq 30 olur, indi polisiyə görə dəyişə də bilər. Məsəl üçün, ofis heyəti üçün 90 gündən bir dəyişsin, ərazi işçilər üçün 30 gündən bir dəyişsin. Və biz buna işarə qoyanda, 30-cu gün məsəl üçün tamam olanda, artıq istifadəçi öz parolunu yığanda orada yazır ki, şifrənin vaxtıdır. Enter vurandan sonra 3 dənə pəncərə açılır. Birinci pəncərədə köhnə şifrəni yazır. İkinci, üçüncü yeniyə yazır və belə də logon edir kompüterına. User cannot change password o deməkdir ki, yəni ki, istifadəçi heç bir zaman özü şifrəni dəyişə bilməz. Yəni, aksesi yoxdur. Onu yalnız sysadminlər və yaxud da IT-yə maillə və yaxud da service desk-lə, Jira ilə müraciət edərək onu dəyişə bilər. Password never expires, yəni şifrənin heç bir zaman müddətsiz belə deyək. Şifrənin vaxtı bitmir. Account disabled da, yəni user disable olunanda deməkdir. İndi biz hal-hazırda mən standart olaraq 2 ilə 3-ü qoyuram. Və yaxud da 1-2-ni qoyuram. Şifrə də siyasətdə deyilir ki, yəni belə deyək, polisdə deyilir ki, standart olaraq, məsəl üçün biz nə qoyuruq? 1-dən 6-ya qədər böyük A, balaca nə bilim Z. Amma təhlükəsizlik cəhətdən məsləhət olunur ki, ya nöqtə, ya nida, ya ət işarəsi qoyulsun. İndi bizdə test variantıdır deyə mən standart olaraq bir şifrə qoyacağam. Məsələn, 1-dən 6-ya qədər böyük M, balaca A. Şifrəni qoyandan sonra next-i vuraraq finish və bizim gördüyünüz kimi user'ımız hazırdır. User'ımızı üstünə vuraraq burada onun məlumatlarını da yaza bilərik. Məsəl üçün mobil nömrəsini, nə bilim, orada e-mailini falan, description, o hansı şöbədə işləyir. Məsəl üçün IT, office, nə bilim, yazaq Baku office, belə bir şey də yaza bilərsiniz. Adres bölməsi var, account var. Account-da burada görürsünüz, şifrəni siz özünüzdə vaxtını qoya bilərsiniz ki, açan qutarsın. Account expires never də var və var ki, end of özü dəyişsin. Logon hours var. Yəni, bu istifadəçi açanlar giriş eləyə bilər. Görürsünüz, logon permitted da var, logon denied da var. Siz özünüzdə, düzdür, bu indi əslində də lazımdır. Çünki adi şirkət işçisi gündəlik iş görür deyə, məsələn, həftənin iş günləri işləyir deyə, amma məncə qoymağa da ehtiyac yoxdur. Və member of bölməsində siz buradan istifadəçiyə yetkilər verəsiniz ki, hara var o girə bilər, nələrdə yetki ola bilər. Mən məsəl üçün bir qrup yaratmışam, adını da qoymuşam VPN staff. Yəni bildiyiniz kimi şirkətlərdə VPN var, VPN tunel vasitəsilə istifadəçilər yəni şəbəkə onun üzərindən gedir və məsəl üçün mən tutalım ki, evdəyəm, amma şirkətin resurslarına daxil olmaq istəyirəm, amma aksesim yoxdur. Onun üçün ilk növbədə InfoSec VPN yetki verməlidir ki,
həmin o VPN vasitəsilə daxil olub şirkətin resurslarına, saytlarına, firewallına istifadə edə bilirsən. Tutalım ki, mən VPN staff qrupu yaratmışam və mən həmin işçini ora əlavə edirəm. Burada geri ədə. Burada gördüyümüz kimi bizim çoxlu qruplarımız var. Check name istəyirik, bəs example da girə bilərsiniz əslində. Yox, example yox, əstəğfurullah. Advanced-a girəndə, Advanced-da burada Find Now var. Find Now-da bizim gördüyümüz kimi default qruplarımız var. IT staff, HR. Bu ara artıq mən yaratmışam. Və burada VPN staff var. Əgər sizdə qruplar çox olsa, bir-bir vərəqləyənə qədər siz belə bir şey edə bilərsiniz. İlk qrupun ilk 3 adını yazıb, məsəl üçün VPN, check names. Artıq sistem görür ki, belə bir qrup var və OK vuraraq siz həmən istifadəçini ora əlavə etmiş olursunuz. Və yaxud da user da siz buradan move eləyib lazım olan yerə də ata bilərsiniz. IT isə məsələn atdım bura. Və sonda bir sizə 2 komanda verəcəm. Bildiyiniz kimi domendə kompüterlər salınanda hamısı bax düşür bura. Onu silək, bu bayaq testdə bu idi. Və 2 komanda var. Məsəl üçün sizdə bir 100-dən çox, 1000-dən çox istifadəçi var. Siz durub bir-bir ova move eləməyəcəksiniz ki, 2 komanda var. Hansı var ki, kompüterləri bir qovluğa avtomatik yönləndir, redirectdir və userlardır. Da siz bir-bir ora-bura ata-ata move eləmirsiniz. Məsələn, bu düşdü bura, həmən mən götürüm bunu move edib ora-bura. O avtomatik move olunur. O komandanın sonunda mən sizə WhatsApp-da yazacağam. Qrupda yazıb qeyd eləyəcəm sizə. İndi biz user'ımızı yaratdıq. Tamam. İndi gəlirik bura. Bu bizim hadə bildiyimiz Windows 10-un Pro versiyası. Bunu ayarlayacağıq. Update falan buraxmayacağıq. Yenidən test deyə. Açılana qədər. Və bu açılana qədər yoldaşlar domenə salacağıq zaten. Bir balaca qrup polisi haqqında söhbət eləmək istəyirəm. Qrup polisi Windows serverdə ən vacib elementlərdən olan bir siyasət, məxfi siyasəti deməyək, politika siyasəti deyirlər də ona, qrup polisi object. Qrup polisi object nə deməkdir? Məsəl üçün belə deyək. Hər bir şirkətin özünə görə, infrastrukturuna görə politikalar var. Məsəl üçün, mən tutam ki, mən hansısa bir şirkətdə, təzə açılmış bir şirkətdə IT-yəm, sysadminəm və IT direktor mənə yaxınlaşıb deyir ki, gəl bütün istifadəçilərimizin kompüterində standart şəkil yox, məhz bizim şirkətə aid olan bir şəkili qoyaq. İndi siz özünüz fikirləşəcəksiniz ki, məsəl üçün, əgər 1000 dənə istifadəçi varsa, mən durub bunu bir-birə AnyDesk-lə dəyişən deyirəm, ya admin serverinə, ya TeamViewer-lə, ya Rastdesk-lə və yaxud da mail-lə bir-bir zəng edib deyən deyirəm ki, mən sizə şəkil göndərirəm, zəhmət olmasa bunu desktop-a qoyun. Əlbəttə ki, yox. Bunun üçün wallpaper policy deyilən bir şey var. Qrup polisi sadəcə ona wallpaper policy deyirlər. Yəni siz bir qrup polisi yaradırsınız. İndi o göstərəcəm sizə. Və elə eləyirsiniz ki, bütün istifadəçilərə həmən o şəkil tətbiq olunsun. Məsəl üçün, bəzi elə bir polislər var ki, məhz şöbə, departamentə görə ayarlanır. Məsəl üçün, mən elə bir şey istəyirəm ki, məsəl üçün, marketinq departamentində USB portlar bloklansın. Onun da polisi var. Düzdür, o 2025-dədir, 22-də mən test eləmişəm, alınmayıbdır. 25-də beta deyə onu hələ test eləməyib. Polislərimiz çoxdur. Qrup polisi 2 cür olur. Kompüter polisi, yəni kompüter tətbiq olunmuş polisi və user polisi, istifadəçi olmuş. Qrup polisində 2 cür versiyası var. Lokal polisi, yəni lokalda olan polisi və default domain polisi, yəni domenin içində olan. Lokal polisi hansı ki kompüter domendə deyir, onun daxilində siz iş görə bilirsiniz. Məsəl üçün run eləyirsiniz, tutan kompüter domendədir. secpool.msc daxil olaraq bu gördüyünüz kimi görürsünüz lokal security policy'dir. Yəni mən buradan girib görürsünüz user. Mən buradan istifadəçiləri yəni kompüter daxilində olan belə deyək funksiyalar dayandır. Məsəl üçün burada gördüyünüz kimi change the system time var.
Mən burdan görürsüz administrator, server operator, lokal server. Mən bunların üçünü də remove eləsəm, heç kim burada nə saatı, nə tarixi dəyişə bilməyəcək. Artıq orada xəbərdarlıq gələcək ki, bağlıdır. Düz indi bu serverdir deyə. Məsəl üçün change time zone görürsüz siz buradan da remove eləyə bilərsiniz, expand eləyə bilərsiniz. Hər bir şey var bunun. Active workstation to domain var. Məsəl üçün loqlarla barəsində var. Shut down the system. Məsəl üçün kim söndürə bilər accountu, kim söndürə bilməz. Cürbə security optionslar var. Block Microsoft accounts var. Yəni cürbəcür LDAP serverlər var burada. Protokollar var. NTLM-lə bağlı var. Audit polisilər də məsəl üçün var. Public key, network list. Hamısı görürüz ki, var. Düzdür, vokal polisini, məsələn, passport polisi var, Kerberos polislərimiz var bizim. O cürbəcürdür. Sadəcə olaraq, əgər artıq sizin avadanlıq domendədirsə, zaten Sekpol artıq bağlı olacaq. Çünki domenda olanda Sekpol artıq icazə vermir ki, siz neysə orada müdaxilə edəsiniz. Çünki artıq siz domendədirsə, server onu özü nəzarət edir. İndi sizin icazənizlə mən buna VMware Tools-u yükləyərəm. Sonra hal-hazırda Display Settings-ə daxil olum, ekranı bir balaca böyüdüm. Bu yeni VMware-ın versiyasında VMware Tools özü avtomatik yüklənmir, manuallıq tələb edir. Yəni bunu full ekrana qoyaq. Bəli. Deməli, təsəvvür edin ki, bu artıq bizim yeni kompüterimizdir. Update falan olunub, proqramlar yazılıb. Bir dəqiqə, çəkəndir. Yəni saatı dəyişik. Saatı əsl aşağıdan da dəyişmək var. Mən sadəcə öyrəşmişəm CMD vasitəsilə dəyişmək. CMD-yə daxil olaraq run as administrator edirik. Run administrator etdikdə, deməli time sözünü yazırıq. Məsələn, saatımız neçədir bizim? Bura yazıq 21.26. Aha. Və date'imiz də tariximiz də düzdür. Sadəcə olaraq buradan IMPM-də eləyə bilərik. Çünki burada ölkə Kisava polis səhvdir. Yəni bunu Azərbaycan +4-ə qoyaq. Bakıya qoyduq. Bunu English eləyirik Azərbaycan. Additional time-da, deməli, region. Buradan da biz Azərbaycanı seçirik. Orada Latın da var və Kiril də var. Latını seçək ki, gördüyünüz kimi saat yenə də qaçdı. Çünki biz saatın yerində dəyişdik. Yenə də CMC-yə daxil. Yenə də siz manualda buradan dəyişə bilərsiniz. Sadəcə mən CMC ilə öyrəşmişəm deyə ona görə belə edirəm. Time 21-27 qoyaq da. Bəli, gördüyünüz kimi dəyişdi. Aha, indi biz nə edirik? Biz birincisi yoxlamalıyıq ki, bizim serverlə əlaqəmiz var, yoxsa yoxdur. CMC-yə daxil olaraq bizim domenimizin adı dadashov.vokaldır. Ping dadashov.vokal. Gördüyünüz kimi getmir. Niyə? Çünki biz buna IP verməliyik ilk növbədə. DNS də verməli. Çünki domenə salanda siz statik IP verməsəz, o heç əlaqələndirməyəcək. Birinci dəstə yadınıza gəlirsə, mən sizə demişdim ki, Kerberos NTLM protokoluda birbaşa domen salmaq olmur. IP-lər yazılmalıdır, DNS üzərindən gedir sorğu və ondan sonra artıq domen kontroller onu qəbul edir. Gəlin ilk növbədə statik IP verək. Deməli 192, 162, 106, 131. DNS də birinci hələ bizdə olduğu üçün hələ onu da 130 kimi qeyd. Çünki bizə serverin IP-si 130-dandır. Yəni indi bir dənə pingləyək. Görək gedir. Yes. Bəli, gördüyünüz kimi artıq serveri görür. Serverin daxilində. İndi təsəvvür edin ki, tutam artıq proqramlar falan yazıb. Biz ilk növbədə nə etməliyik? Əgər biz kompüterimizi domenə salandan sonra istifadəçi əlavə hansısa bir proqram və yaxud nəsə eləmək istəyəndə mütləq şəkildə orada credital istəyirlər, credential. Yəni administratorun icazəsi. Yəni onu açıq saxlamaq təhlükəsizlik cəhətdən birbaşa təhlükəlidir. Yəni həmişə şifrə olmalıdır ki, o girib orada müdaxilə edilməz. Adi nəsə bir yazanda siləndə ondan parol tələb olunsun. Onun üçün biz nə etməliyik? İlk növbədə biz lokal administratorumuzu aktiv etməliyik. Run-a Windows search-dən girib Contour Management-də yaza bilərsiniz. Və yaxud da run-a girib comp mgmp.microsoft services yazırsınız. Burada bizim
Local usersımız. Görürsünüz, administratorumuz disabled'dadır. Bunu ilk növbədə biz disable'dan çıxardırıq və şifrə təyin edirik. Şifrəni də ancaq IT-lər bilməlidir. Yəni istifadəçi onu verməyə icazə yoxdur. O girib sabah sizin adınızdan nəsə müdaxilə də edə bilər. İndi hərəsinin öz şifrəsi var. Mən standart olaraq 1-dən 6-ya qədər AA qoyacağam standart olaraq. Və domenə salandan sonra yoldaşlar, bu yaratdığımız müvəqqəti user'ı silməyiniz daha məsləhətdir ki, bir dənə təkcə administrator və domain user'ı qalsın. İndi hal-hazırda əgər bizdə hər bir şey okeydirsə, biz deməli nə edirik? Biz daxil oluruq ZIS-in üstünə sağ mışqan klikləyək, properties'ə daxil oluruq. Properties Advanced System Settings'də burada computer name'də change var. Bura ilk növbədə yazırıq domainimizin adını. Dadaşov.vk. Sizə başqa cür ola bilər. Bu sadəcə test variantdadır. Və bura həmin istifadəçinin hostname-ni yazırıq. Biz bayaq hansı user'ı yaratdıq? Gəlin bir dənə yadımıza salaq. Bir dənə baxaq. Deməli, sekpolu bağlayırıq. Saytçı Mənsur Əliyev. Mən onun adını deməli yazıram. Mənsur da yaza bilərsiniz, Mansur da yaza bilərsiniz. Kimə necə rahatdır. Mən yazıram Mənsur nöqtə olmaz, ortadan xətt lazımdır. Aliyev. Bəli, okey basandan sonra artıq kompüter birbaşa domain kontrolerə sorğu göndərir. Və domain kontrolerdən sorğu gəlir ki, görsün kompüter domeni enter the name password of account with permission to join this domain. Yəni domenə üzv olmaq üçün administrator parolunu yığmaq lazımdır. /administrator və serverimizə qoyduğumuz şifrə. Okey vurandan sonra görürsünüz yazır ki, şifrəm səhvdir. Tamam. Bir dənə də yoxlayırıq. 3 dəfə səhv yığsa bloklanma ehtimalı var. Deyim nəzərinizdə olsun. /administrator yox. Mən ikinci şifrəni yazmışam. Ona görə o qəbul eləməyəcək. Bəli, şifrəmizi yığandan sonra gördüyünüz kimi welcome to Dadaşov domain. Artıq həmin bu istifadəçinin kompüteri bizim domain kontrolerimizə üzv oldu. İndi biz də baxırıq bura, giririk deməli Active Directory-də computers bölməsinə, bir dənə refresh edirik. Gördüyünüz kimi artıq mən burada Mənsur Əliyevin mənim domain kontrolerimə üzv olmağını görürəm. Görürsünüz DNS name Mənsur Əliyev Dadaşov Windows 10 Pro 10-cu versiya falan delegasiya falan hamısı var burada. Artıq yəni üzv olunub deyə mən onu ürəyim istəyib burada domaindən də ata bilərəm məsəl üçün. Və bir şey də nəzərinizə çatdım ki, 30 gündən sonra əgər istifadəçi gündə bir dəfə də olsa loqon eləməyibsə, domain kontrolerdə atılır. Yəni də gəndə yazılır ki, this workstation does not relationship on this trust server. Yəni ki, artıq mənim buna güvənim qalmayıb deyə Word-də. Mən bunu öz üzvlüyümdən çıxardım. Məcbur da həmin IT əməkdaş həmin kompüteri domaindən çıxardıb təzədən domainə salmaq. Yəni belə şeylər də görsünüz, rastlaşdınız. Workstation on database. Deməli, indi biz nə edirik? Biz hal-hazırda bizim yeni açdığımız userla daxil oluruq həmin bu kompüterə. Deməli, biz yaratmışıq. Deməli, Mənsur.Aliyev. Şifrəni də biz qoyduq 1, 2, 3, 4, 5, 6, AA. Səhvdir, bir dəqiqə. Mən deyəsən caps lock vurmuşdum. Mənsur idi. Bir dəqiqə. Görün mən necə yazmışam onu. Şifrəsini təzədən dəyişək. Bəzən olur. 3 dəfə şifrə səhv yığılanda yoldaşlar burada bloklanma gedir. 15 dəqiqə gözləmək olar ki, çıxsın o şifrə blokdan. Və yaxud da burada əgər quş olanda unlock user account-u vurursunuz, artıq blokdan çıxır. Yəni yenidən yoxlayaq. Mənsur.Aliyev. Mən o şifrəsini başqa qoymuşdum.
Bəli, və gördüyünüz kimi artıq bu onun UPN-dir. UPN yəni User Principal Name-dir. Artıq bəli, o domenə daxil oldu və öz user ilə artıq girib işlərini görə bilər. İndi yeni işçi olduğu üçün, yəni əgər hamında belə deyək, heç bir kompüterdə təsəvvür edin ki, bu bizim birinci kompüterimizdir və mən buna qrup polisi tətbiq eləmək istəyirəm. Deməli, mən bir şəkil yükləmişəm internetdən. Adi gördüyünüz kimi belə bir şəkildir. Təsəvvür ki, bu bizim şirkətin loqosu. Deyirlər ki, bəs bunu bütün kompüterlərə tətbiq eləmək lazımdır. Mən bunu ilk növbədə serverdə bir papka yaradıram, bir qovluq. Siz artıq Z folderında var, hə bu heç. Deməli, adını da yazıram, nə bilim, olsun logo. Həmən o bunu atıram içinə. Bunun adını dəyişirəm logo.jpg. Uzun olanda. Deməli, mən nə edirəm? Mən ilk növbədə bu loqonu sağ mışqağa vuraraq properties'e daxil olanda sharing edirəm mən bunu. Burada görsə administrator var, digərsiz görsə everyone da var, find people da var. Mən bu hər iki shared edirəm. Bəli, gördüyünüz kimi artıq shared olundu. Yəni shared gedir. Advanced-dən siz girib burada permissionlar da verə bilərsiniz, full control və digərlər. Biz indi nə edirik? Biz butka girərək group policy management daxil olaraq gördüyümüz kimi bizim forest'ın adı dadaşov.vokaldır. Yəni bizim meşəmiz. Burada biz domain bölməsinə daxil olaraq 2 dəfə klikləyirik. Gördüyünüz kimi baxın, default domain policy var. Buna heç işarə edirik. Domain kontrollerlərimiz var. Bizim bayaqki yaratdığımız organization unity-də HL aiddə görürsüz buradadır. İndi biz nə etməliyik? Biz ilk növbədə bir dənə polis yaratmalıyıq ki, bütün, yəni söhbət təkcə şəkildən gedir də, mən yəni digər polisləri yəni eyniləşdirməm. Rəhbərlik tutam deyib ki, biz şəkil düzəltməliyik. Biz birinci növbədə nə etməliyik? İlk növbədə bir polisi yaratmalıyıq. Və onun üçün də ilk növbədə deməli sağ mışqanı vuraraq bizim Dadaşov lokalın üstünə. Burada gördüyünüz kimi belə bir söz var. Create GPO in this domain and link it here. Yəni yeni yaratmaq, link and existing mövcudun üstünə qoymaq. Biz bunu vururuq yenini və adını. Adını da yazıram, nə bilim, logo. Logo yaratıb gördüyünüz kimi burada artıq belə işarəsi düşdü. Amma hələ aktiv deyil bu. Biz nə etməliyik? Biz daxil olmaq bunun üstünə edit bölməsinə bir balaca gözləyirik, biraz yüklənməsi gec gedir. Və nə edirik? Gördüyünüz kimi, mən sizə dediyim kimi, burada bizdə computer configuration var və user configuration var. Biz ilk növbədə user configuration'da preferences bölməsinə və policy'yə daxil olaraq gördüyünüz kimi, burada bizdə administrative template var. Gəlin biraz belə üstün böyüdüm, baxın. Deməli, administrativ vuranda gördüyünüz kimi, burada desktop, yəni ekran, desktopun üstünə vuranda gördüyünüz kimi, burada bizdə desktopun üstünə bir dənə açırıq. Burada desktop wallpaper polisimiz var. Görürsünüz nə qədər polislərimiz var. Enable, active, desktop. Yəni polislər həddindən artıq çoxdur yoldaşlar. Görürsünüz, bax, control panel içində var. Proqramlara, misal üçün, nə bilim, get proqramsız polisi həddindən artıq. Yəni siz hər bir şey polis, adi ki, görürsünüz, dil dəyişmək falan, hamısını, tarixi, sadə, hamısı çoxdur. Yəni dəyişə bilərsiniz. Desktopa daxil olarkən, desktop wallpaper-ımıza daxil olaraq burada ilk növbədə biz onu enable edirik. Yəni həmən polisini biz enable edirik və burada görürsünüz bizdən wallpaper name istəyir. Biz də nə edirik? Biz ilk növbədə həmən o qovluğumuzu, biz onu shared eləmişik yaxı. Həmən o shared olunmuş adı kopyalayırıq. Bura. Və şəklin adını yazırıq. .logo.jpg. Və burada soruşur ki, şəkil nə cür formadır? Ortada, mərkəzdə, genişləndirilmiş, uzadılmış. Gəlin biz həriyə ona verək center, yəni təkcə mərkəzdə olsun. Apply OK eləyəndən sonra yoldaşlar, biz bunu bağlayırıq. Və nə edirik? Burada logo polisimizin üstünə vuraraq, yox, öz üstə default domain link and existing bio GPO. Yəni bu mövcudun üstündə. Mən burada seçəndə, görürsünüz, burada logo var. OK vururam. Yazır ki, already.
Yəni ki, hazırdır. İndi məsələ nədir? Əslində, bax görürsüz, bizim polisimiz hazırdır və security filtering. Yəni orada kimlər var? Siz burdan add eləyib kimlərə olunacaqsa, ümumidə authenticated users, yəni avtorizə olunmuşlara gedir. Mən əlavə olaraq burdan yaratdığım, deməli, staff yox. Siz gəlin, ən yaxşısı belə eləyin. Bax bizim staffımız var burada, düzdür? Və testimiz var. Staffın üstünə link exist biyonu vurun. O loqonu onu birbaşa tərtib edin. Bax görürsüz, artıq staffa həmən o loqo tərtib olunur və yaxud da bunu sürütləyib belə aşağı da eləyə bilərsiniz. Artıq bir eləmişik deyə ehtiyac yoxdur. Və görürsüz, loqo artıq bunun içində var. İndi biz nə edirik? Biz qayıdırıq həmən bizim o Windows istifarəçimizə. CMC-ni administrator adından açaraq, indi bax görürsüz, artıq məndən şifrə istəyəcək. Gördünüz? Yəni mən bu şifrəni hər dəfə nəsə eləyəndə yığmasam, əməkdaş heç nə orada eləyə bilməyəcək. Təhlükəsizlik cəhətdən bunu açmaq mütləq lazımdır. Bəziləri vokal administrator söndürür, şifrə istəmir, amma şifrə qoymağı daha məsləhətdir. ./administrator parol 1 2 3 4 5 6 biz bax A qoyduq. Aha, CMC-ni run as admin eləyəndən sonra yoldaşlar, birinci biz nə edirik? GP update komandasını yazırıq. GP update. Enter-i vururuq. O artıq serverdə olan polisini axtarır. Görək nə var, nə yoxdur, nələri var, nələri yoxdur. Yazıldı ki, computer polisi update successful. Çox gözəl. İndi bir məsələ var. Polisiyə biz gələndə gördüyünüz kimi burada var enforced. Enforced yəni məcbur kimi gedir. Yəni qeyri-məcburdur enforced. Amma force məcburdur. Biz nə edirik? Biz həmən o istifarəçidə gördük ki, gətirmirsə, GP update-dan sonra /force sözünü yazırıq və update polisi təzədən başlayır getməyə. Mən onun mənavarını sizə izah eləyəcəm. O nə deməkdir? Əsas əmrlərdə yəni. Və görürsüz, yazıldı completed update successful. Tamam. Təsəvvür edin ki, bu yazdı ki, bizim bu qrup polisimiz uğurla tamam qəbul edildi. Yaxşı, indi mən hardan bilə bilərəm ki, bu dəqiq mənim kompüterim onu götürüb yoxsa yox. İndi onu bilmək üçün yoldaşlar, deməli belə bir komanda var. GP result /r/scope user. Aha, Airsoft datası yoxdur. Airsoft data, yəni hələlik ki, təzədir deyə hələ datmayıb. Onun üçün belə də eləyə bilərsiniz əslində. Siz rana girib airsoft.msc görək nəsə gəlib. Yox. Yoxdur. Əgər birinci ilk növbədə bax görürsüz, loqları başlayıb progresi yığmağa. Görək həqiqətən də gətirib yoxsa gətirməyib. Bu düzdür. Gördüyünüz kimi vokal polis açır. Göstərir ki, desktop tətbiq edilibdir. Amma bəzən olur ki, ekran şəkli sırazı oturmur. Onun üçün nə edək? Gəlin birincisi həmin istifarəçidən çıxış edək. Logoff eləyək. Logoff eləyəndə təzədən daxil olaq həmin istifarəçiyə. Görək eləyir yoxsa eləməyibdir. Gördüyünüz kimi şəkil qaradır, amma tam gətirmir. Fikir verirsiniz. Həmçində gəlin ya istifadəçini statik IP-dən çıxardıq, artıq DHCP-yə qoyaq. Çünki artıq biz onu domenə salmışıq. Şəkil bəzən də olur, biraz gec gəlir, biraz da tez gəlir. Birinci IP-dən çıxardıq, artıq zaten biz onu domenə salmışıq. Hər bir şey eləyəndə vokal administrator şifrəsini sizdən tələb edir. Təhlükəsizlik mexanizmindən çox gözəl bir şeydir bu. Mən götürürəm, istədiyi proqramı da yaza bilərəm, sizə də bilərəm, müdaxilə edə bilərəm. Ona görə də o şifrənin qoymağı sizin üçün yaxşı. O zaten bir tələbdir, zaten elə olur. Və yoldaşlar, təzədən CMC-yə daxil oluruq. CMC yenə də run as administrator edik.
Mən sizə komandaların row-ını bir dənə izah edeyim. Deməli, GP update dediyim kimi GP update slash force. Bu nə üçündür? GP update force-unu qrup polisini dərhal yeniləyir. Görürsüz, updating policy yazır. Görürsüz, artıq şəbəkədən çıxartdım deyə gördüyünüz kimi eləmədi. Görürsüz, statikdə qalmalıydı. Daha sonra gp result slash r komandası nə üçündür? Tətbiq olunan polisləri göstərir. Görürsüz, hər iki airsoft datası yoxdur deyə. Airsoft datada, yəni o qeyd olmuş, tətbiq olmuşları yığıb biz zapis kimi edirik. Daha sonra isə gp.mcg.mcg-də siz yaza bilərsiniz. gp.mcg dəqiqə. Group policy message. Dəqiqə. Yəni Group Policy Management Console bağlıdır deyə ona görə onu tapmır. Və GPEDit-ə də daxil olaraq, GPEDit-də də onsuz sizdə heç nə göstərməyəcək, bağlıdır. Və ən yaxşısı GP result /r /scope user. Yəni gördüyünüz kimi göstərmir. Biz nə edirik? Biz təzədən yenə də bunu log off edirik. Və yenə də qrup polisdən baxırıq ki, görək bu dəqiq, düzgün biz yerə yönləndirmişik polisimizi yoxsa yox. Bizim GP polisimiz. Baxın, staff'a logo tətbiq edilib, enforced'da da hamısı yerindədir. Buradan girib edit edə bilərsiniz siz. User configuration policy-sə və yaxud da əgər logo da siz burada add edib staff yazaraq, görək staff yazanda check names tapmır. Yaxşı, IT yazıram məsəl üçün. IT staff. Yəni həmən o qrupa da tətbiq eləmək olur. Yəni siz bir var bütöv edə bilərsiniz. Bir də var ki, agenda yerlərdə edə bilərsiniz. Və görək bizim Mənsur Əliyev member of-da orada varmı, yoxsa yoxmur? VPN staffda var, amma IT biz onu əlavə eləməmişik. IT staffa da artıq əlavə elədik. İndi gözləyirik. Təzədən mən buna IP vereyim. Görüm götürəcək. Nəsə şəklin ölçüsü düz olmayanda bəzən belə problem baş verir. Uzaq başı gəlin bunu biz fill eləyərik. 192, 162, 106, 131. Serverin əlaqəsi olmayanda adi məsəl üçün mən öz kompüterimdə şəbəkədən ayrılanda, evdə olanda artıq şəkil qaralır. Bir 15-20 dəqiqədən sonra özünə gəlir. İndi gəlin bir dənə də CMD-ni açsa. Birinci gəlin o şəkili biz düzəliş eləyək, fill eləyək. Deməli, onu bizim logomuz, edit eləyək. Deməli, user configuration-da policy-də, administrativdə, desktop, wallpaper-da gəlin o center yox, fill eləyək. Və şəklin dəqiq adına baxaq görək. Dəqiq o düzdür, yoxdur. Çünki orada bəzən bir dənə tag-də yazanda əyri gedir. Gəlin, təzədən silək bunu. Deməli, bir logo. Logodan sonra bir dənə də script qoyaq. Yazaq adını logo.jpg və şəklin adını dəqiq arxain olmaq üçün yenidən baxaq gördüzdür. Logo.jpg, bəli. Alt da səhv olanda götürüm. Apply OK eləyirik yenə bunu. Bunlar hamısı yerində və təzədən Windows-umuza Ranas administrator eləyərək daxil olaraq
cp update slash force. Group was completed, updated successful. Yazdı ki uğurla olundu. Tamam. Mən log off eləyirik yenə də. Şəkil tam deyil deyə fikir versiniz. Tam onu oturda bilmədi polisini. Yəni siz eyni qaydada eləsəz, yenidən o olsa olacaq. Əsas sizin tətbiq etdiyiniz polisini düzgün yerə oturtasınız. Əsas odur. Domain users da siz həmçinin buradan əlavə edə bilərsiniz. Artı və domain users, domain controllers. Məsələn, domain users da bura əlavə eləyək. Default domain policy. Onu da funksiyada əlavə eləyək. Və onun da bir şey deyim ki, sizə əziz yoldaşlar, parol siyasəti də var. Password policy də deyirlər. Şifrə siyasəti. Onu siz məsəl üçün artıq oradan təyin edə bilirsiniz ki, istifadəçinin məsəl üçün şifrəsinin uzunluğu nə qədər olsun, neçə gün olsun, neçə gündən bir dəyişsin və yaxud da USB qadağası da var. Düzdür, onu gələn dəstə inşallah biz test edərik. Görək həqiqətən də USB portlarını bu oxuyacaq, bu oxumayacaq. Məsəl üçün bu wallpaper da var. Bu timeline da var, shutdown da var. Əslində polislərimiz çoxdur. Sadəcə sizə rəhbərlik hansı varı ən çox tələb olunan nədir? Bu şəkildir, şifrələnmədir, USB qadağa var. USB-ni əslində Palo Alto-dan da eləmək olur. Əslində yəni baxır sizin infrastrukturunuzdan çox şey asılıdır. Ekran ki tam məndə ayarları düz deyil deyə. Amma siz özünüzdə yoxlayın mütləq şəkildə polisini. Görün alınır yoxsa yox. Bugünlük bu qədər əziz yoldaşlar. Bu gün biz Active Directory-dən, polisidən danışdıq, siyasətin tətbiq olunması barəsində. İnşallah artıq bizim növbəti dərsimiz DHCP serverə həsr olunacaq. Skopların yaradılması, excluded adreslər falanlar olacaq. İnşallah artıq bizim növbəti dərsimiz bayramdan sonra olacaq. Çünki gələn həftə artıq bayramdır deyə və gələn həftə hardasa 5-ci, 6-cı günləri və yaxud da bazar günü balaca sual-cavablar olacaq WhatsApp qrupunda və labda tapşıracağam. Yəni kim istəsə lab eləyə bilər. Sağ olun, gələn görüşərik dostlar.